Salam, hörmətli hərrac iştirakçıları, qonaqlar. Bugün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili Cavazun Mərkəzinin təşkilatçılığı ilə dövləti hərrac keçirir. Komitənin sərəncamlarına uyğun olaraq pul hərracına 20 səhmdar cəmiyyətinin dövlətə məxsus səhmdərləri, kiçik dövlət müəssisə və obyektlərin hərraclarına 58 kiçik dövlət müəssisəsi, 72 istifadəsiz qeyri-yaşayış sahəsi və 6 nəqliyyat vasitəsi çıxarılmışdır. Ümumilikdə Respublika üzrə 155 dövlət əmlakı, Bakı şəhəri üzrə isə 93 dövlət əmlakı hərraca çıxarılmışdır. Bugünkü hərracda Bakı şəhəri üzrə qeyri-yaşayış sahəsinin alınması üçün 5, nəqliyyat vasitəsinin alınması üçün 1, ümumilikdə isə 6 dövlət əmlakına 8 sifariş qoyulmuşdur. İştirakçılardan biri gəlmişdir. Sifariş verilməmiş digər əmlaklar haqqında komissiyanın ilkin protokolu tərtib edilərək satıcının sərəncamına qaytarılacaq. Hərraca çıxarılan əmlaklar və hərracdan iştirak edilən şərtləri haqqında məlumatlar komitənin mətbu orqanına Mülkiyyət qəzetinin 11 mart 2017-ci tarixdə 10 nömrəli sayında və rəsmi internet saytında yerləşdirilmişdir. Hərracların keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci tarixdə 383 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci dövlət proqramına, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci tarixli 432 nömrəli fərmanı ilə təsdiq edilmiş dövlət əmlakının hərraclar vasitəsilə satışı qaydalarına və dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci tarixli 409 nömrəli fərmanına əsaslanır. İndi isə sizi hərraclar iştirak etmə qaydaları ilə tanış edir. Habelə torpaq sahələrinin qısa xarakteristikası və ikili satış qiymətinin elan olunması ilə başlar. Hərracı satış qiymətinin elan etdikdən sonra hərrac iştirakçıları öz bilet nömrələrini qaldırmaqla elan olunmuş qiymətə öz münasibətlərini bildirir. İlkin qiymət 3 dəfə elan olunduqdan sonra alıcılardan heç biri bilet nömrəsini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur. Hərracda bir nəqliyyat vasitəsinin rəqabətli keçdiyini nəzərə alaraq xahiş edilir, diqqətlə qulaq asılır. Hərrac rəqabətli keçdikdə ilkin satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə aparılır. Hər yeni təklif ilkin satış qiymətinin 1%-dən az olmamalıdır. Bir daha təkrar edirəm. Yəni, hər yeni təklif ilkin satış qiymətinin 1%-dən az olmamalıdır. Hərracı yeni təklif edilmiş satış qiymətini 3 dəfə təkrar edir. Təklif olunmuş qiymətə digər alıcılar heç bir münasibət bildirmədikdə hərrac başa çatmış hesab edilir. Ən yüksək qiymət təklif edilmiş iştirakçı hərracın qalibi sayılır. Hərracı əmlakın satıldığına satış qiymətinin və qalibin biletinin nömrəsini elan edilir. Keçirilən hərraclarda şəffaflığın təyin edilməsi məqsədi ilə sizə müştəri məmnunluğu sorğusu planı təqdim ediləcəkdir. Ona görə hərracın keçirilməsi zamanı diqqətli olun və hərracın sonunda bu sorğunun tərtib edin və öz ila təşkillərinizi qeyd edin. İndi isə sizi hərrac komissiyasının üzvləri ilə tanış edirəm. Komissiyanın sədri, mən Sadıqov Azər, komissiyanın üzvləri, Lətifov Ağası, Bakı şəhər icra hakimiyyətinin nümayəndəsi, Hüseynov Səbuhi, Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə Qarabağ Səbayi və Hesabat rəqamlarını əhatə edən bir sayılı ərazi şöbəsinin müdiri. Məmmədov İldırım, Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə Qarabağ Səbayi və Bakı şəhəri üzrə Binəqədi və Nəsibi rəqamlarını əhatə edən 2 sayılı ərazi şöbəsinin müdiri. Eminov Ebruz,
şəhərində qanunsuz suraxanlıq, Xəzər və Xiyalmalı rayonlarında ATV saylı ərazi şöbəsinin Aslanov Atabala İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin nümayəndəsi. İndi isə hərrazın keçirilməsi ilə bağlı sözü hərraza Xayal Cəbrab İskəndərova söz verir. Salam hörmətli hərraz komissiyası üzvləri, salam hörmətli hərraz iştirakçıları. Dövlət mülkiyyətində olan əmlakların satışı üzrə bugünkü hərrazımıza başlayırıq. İlk öncə qeyri-yaşayış sahələrinin satışından başlayacaq. İlk qeyri-yaşayış sahəsi hərraza çıxarılan Bakı şəhəri, Səfai rayonu, Həsən Seyidbəyli küçəsi 22 ünvanında yerləşən bir mərtəbəli binanın yarım zirzəmisinin bir hissəsi. Yarım zirzəminin ümumi sahəsi 70,7 kvadrat metr. Obyektin ilkin satış qiyməti 40.000 manatdır. 40.000 manat 1, 40.000 manat 2, 40.000 manat 3. İki sayılı üretin sahibi qalib gəldi. Növbəti əmlak Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə küçəsi 22A ünvanında yerləşən qeyri-yaşayış sahəsi. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 16,5 kvadrat metrdir. Satış qiyməti 8.000 manatdır. 8.000 manat 1, 8.000 manat 2, 8.000 manat 3. 3 nömrəli üretin sahibi qalib gəldi. Növbəti qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi 34 ünvanında yerləşən 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi. Ümumi sahəsi 95,7 kvadrat metr. Qeyri-yaşayış sahəsinin satış qiyməti 22.500 manat. 22.500 manat 1, 22.500 manat 2, 22.500 manat 3. 4 nömrəli üretin sahibi qalib gəldi. Növbəti əmlak Bakı şəhəri, Nizami rayonu, Məsəti küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi. Ümumi sahəsi 43,3 kvadrat metr. Satış qiyməti 9.000 manatdır. 9.000 manat 1, 9.000 manat 2, 9.000 manat 3. 5 nömrəli üretin sahibi qalib gəldi. Növbəti qeyri-yaşayış sahəsi Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Ali küçəsi 73 ünvanında yerləşən 9 mərtəbəli binanın zirzəmisi. Sahəsi 213,1 kvadrat metr. Satış qiyməti 30.000 manatdır. 30.000 manat 1, 30.000 manat 2,
Həracə çıxarılan növbəti əmlak avtonəqliyyat vasitəsidir. Avtonəqliyyat vasitəsi markası Mitsubishi Euro 200. Dövlət nömrə nişanı 10PN793. Buraxılış ili 2006-cı il. İlkin satış qiyməti 4125 manat. 4125 manat il 8 nömrə iştirakçı. 4125. Görmeyin. Olduğu yılda 4125. 4125 satış qiyməti 475. 7 nömrəli iştirakçı 4175 manat təklif etdi. 4175 manat il 4175 manat 2 4200. Nömrəsi qalsın. O faizler aşağıda olmaz. Nə qədər qalsın? 4225. 4225. 8 nömrəli iştirakçına 4225 manat təklif etdi. 7 nömrəli. Buyurun. 4275 manat 7 nömrəli iştirakçı təklif etdi. 4275 manat il 4350 manat 8 nömrəli iştirakçı təklif etdi. Buyurun 7 nömrəli. 4400 manat 7 nömrəli iştirakçı təklif etdi. 4400 manat 1, 4400 manat 2, 4550. 4550 manat 8 nömrəli iştirakçı təklif etdi. 4550 manat 1, 4550 manat 2, 4600 manat 7 nömrəli iştirakçı təklif edib. 4600 manat 1, 4600 manat 2, 4750 manat 8 nömrəli iştirakçı təklif etdi. 4750 manat 1, 4750 manat 2, 4800 manat 7 nömrəli iştirakçı təklif edib. 4800 manat 1, 4800 manat 4900 manat 8 nömrəli iştirakçı təklif edib. 4900 manat 1, 4900 manat 2, 5050 manat 7 nömrəli iştirakçı təklif edib. 5050 manat 1, 5050 manat 2, 5120. 5120
sənədlər